Qaranlıq nə qədər qatı olsa da, gecə nə qədər qorxulu və darıxdırıcı keçsə də, bu sübhün doğacağını xəbər verir. Çünki ən dərin kədərin arxasında Allahın ən gözəl nemətləri gözlənilir. Nə deyərdilər? Qəmli sükutun ardınca ilahi hədiyyələr gəlir. Nə gözəl bir misal. Ürəyini ümidlə doldur. Ümid olmasaydı, həyat çox dar və sıxıcı olardı. Qaranlıq və ağrılı günlər olsa da, ümid o qədər genişdir ki, dünya sanki yenidən canlanır. Heç düşünmüsən? Topraq quyruğuyub çatlayır, amma bir anda yağışla yenidən dirçəlir. İnsan gözsüz yaşaya bilər, amma ümidsiz yaşaya bilməz. Əgər özünü yalnız kimsəsiz və darıxdırıcı hiss edirsənsə, xatırla ki, Allah sənin yanındadır. Yaqub Peyğəmbər gözlərini itirmişdi və oğullarını da itirmişdi, amma görənlərə belə ümid etməyi öyrədirdi. O belə deyirdi, gedib Yusufdən və qardaşından xəbər tutun, Allahın mərhəmətindən ümid kəsməyin. Qəlbimizdəki ağrının dərinliyini yalnız ümid və dua yüngülləşdirə bilər. Allah sənin üçün saxladığı gözəl günlər var. Onlar gələndə əvvəlki ağrılarını unudacaqsan. O ümidsizlik zəhəri ki, münafiqlər möminlərə yedirtmək istəyirdi Mədinədə, onun qarşısında Allahın rəhmətindən gələn ümid dərməni dayanır hər zaman. Allah qəlbə ümid adlı bir nur yerləşdirir. Bu nur sıxıntının içindən çıxmağa qadirdir. Allah səbəbləri yaradır, səbəbsiz şəkildə yardım edir və çıxış yolu açır. Qəlbində ümid olan insan əsla ümidsiz olmaz. Ona görə də ümid qəlbin gücüdür. Onun üçün xeyir, bərəkət, sevinç, səbir və rahatlıq bir araya toplanır. Qaranlığın ortasında bir işıq kimi doğar. İnsanı təslim olmaqdan qoruyar. Nəfslə savaşan insana güc verər. Kim ki ümidə sarılır, o yaxşılıq və uğur yoluna düşmüşdür. Allah da ümidli insanın duasını qəbul etməyə daha çox meyillidir. Ümid insana səbir, sabitlik və mübarizə gücü verir və bu dünyada ümidin və gözəl zənnin çox nümunələri var.